بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. الصلاة والسلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. انما المؤمنون الذين آمنوا بالله و رسوله ثم لم يرتابوا و جاهدوا باموالهم و انفسهم فی سبیل الله اولئک هم الصادقون. Söhbətimiz imandan idi. İman nədir? Kərbəla ilə nə əlaqəsi var bu bəhsin? Ərz elədik ki, İmam Hüseyin əleyhissalam Kərbəla hadisəsində neçə məsələni istəyirdi saxlasın. Biri də dini istəyirdi saxlasın. Din təhlükəyə düşmüşdü. Din nə cür təhlükəyə düşmüşdü? Din çevrilirdi qabıq dinə. Ona görə söhbət elədik ki, neçə növ iman var. Bir dil imanı var ki, dünən danışdıq. İnsan fəqət dildə imanı var. Qalətil ərab amənna. Ancaq ağızdadır. Bir cür iman var. İkinci iman budur ki, insanın qəlbinə iman girə. Burada qaldıq. İnsan iman qəlbə girsə nə olar? Bir nişanəsi bu oldu ki, iman qəlbə girsə, nəfsi ilə də mübarizə eləyər. Çalışar tədricən eybiləri özündən təmizləsin. Bir səviyyədə dayanmaz. Deməz, mənim elə xasiyyətim budur da. Mən elə səbirsizəm. Mən adət eləmişəm bu günaha. Bu sözü deməz. Eyni halda ki, namazın qılır, orucun tutur, eyni halda ki, Allahın buyurduqlarını yerinə yetirir, buna qane olmaz. Günahları da həyatından uzaqlaşdırar. Quran Müminun surəsində ilk ayələrində Qəd əfləhəl müminun. Orada 9 dana müminə əlamət sayır. Deyir, müminin əlaməti bu 9 danadır. Biri namazda xuşudur. Namaz deyir ha. Deyir, namazda qəlbi Allaha tərəf olmağıdır. İnsan mümkündür namaz qıla, mümin olmaya, müsəlman ola. Namazda ölçü deyir. Namazda xuşu. Əl-ləzinəhum fi səlatihim xaşiun. Xuşunu da dünən mən elədik. Yəni, qibləsi Allaha tərəf ola. Bəzən insanın bədəni Allaha tərəfdir, ruhu Allaha tərəfdəyir. Ruhu sabah kiminlə danışacaq, kiminlə qərar qoyubdur. Namazda bədən qibliyə tərəfdir, ruh yox. Allahla danışmır. Qibliyə tərəf dayanıbdır, əyilir, səcdə eləyir. Namazı şəriət baxımından düzdür. Buna qəza yoxdur. Amma bu namaz biləsinə nuraniyyət verməz. Bu namaz biləsinə ülvi dərəcə verməz. Bu namaz mi'rac olmaz. İnsanı Allaha yaxınlatmaz. Niyə? Çünki ruhən Allaha tərəf getmir. Şayət bu hədisi burada sizə bir dəfə demişəm. Təkrarın eybi yoxdur bu hədisinin. Bu hədis çox ali bir hədisdir. Luqman-ı Həkimdəndir bu hədis. Luqman 400 peyğəmbərə qulluq eləyibdir.
İndi peyğəmbərlər hamısı boyun olmazdılar. Yəni bu ölsün, o birisi gəlsin. Bəzi peyğəmbərlər var idi, bir qovmə idi, bir tayfəyə idi. Ona görə neçə peyğəmbər bir əsrdə, bir zamanda yaşayıbdı. Quranda ki 26 peyğəmbərin adı var, 124 min peyğəmbərdən. Bu 26 nəfərin də bəzisi bir zamanda yaşayıbdı. Məsələn, Həzrəti İbrahim, Həzrəti Lutla bir zamanda yaşayıbdı. Həzrəti İsa, Həzrəti Yəhya ilə bir zamanda yaşayıbdı. Həzrəti İsmail, Həzrəti İshaq ilə bir zamanda yaşayıbdı. Ona görə peyğəmbərlər bir zamanda yaşamaları var idi. Hətta bəzi zamanlar daha çox idi. Yasin surəsində buyurur ki, biz bir dana şəhərə 3 peyğəmbər göndərdik. İkisini əvvəl göndərdik, sonra dandılar. Fəəzzəzna bisalisin. Üçüncünü də göndərdik. Bir dana şəhərə. O zaman Antakiyyə şəhəri idi. İndiki İstanbula yaxın. Məqsədim budur ki, mümkündür bir zaman neçə peyğəmbər ola. Loqman deyir, mən 400 peyğəmbərə qulluq eləmişəm. Özü peyğəmbər deyildi, həkim idi, hikmətli yaşayan idi. Hikmət özü bir daha termindir Quranda. Daha məhərrəm mübahisəsi deyil bu. Bu Ramazan mübahisəsidir ki, insan hikməti nə cür əldə eləyər. Əslən, hikmət nədir? Quran deyir, biz Luqmana hikmət vermişdik. Peyğəmbərlik verməmişdik, hikmət vermişdik. İndi hikmət nədir? Peyğəmbərlik ayrı şeydir, imamət ayrı şeydir. Bir dana da ayrı unvan var, Quran deyir, biz ona Peyğəmbər imam deyil, vəli hikmət vermişik. Deyir, mən 400 peyğəmbərə qulluq eləmişəm. 400 peyğəmbərin sözünün qıssası bu 4 danadır. 4 dana bizə istəyib söz desinlər. Bunu namaza görə deyirəm, bu hədisi bir dəfə burada demişəm, namaza görə deyirəm. Buyurur ki, əgər namaz halındasan, qəlbini qoru. Qoyma qəlbin dağılsın. Qəlbin Allaha tərəf. O müvəqqət 10 dəqiqədə ayrı zadı unut. O 10-15 dəqiqə ki durbusan qibliyə tərəf Allah əkbər deysən, ta əssəlamu aleykumacan elə bir getdin ayrı aləmə. Ta ruhuva bir qida alasan. Hətta bəzi alimlərin Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu ki namazın sonudur, sözləri budur ki, bu kimə səlam verirsən? Namazın sonunda əvvəlki səlam Peyğəmbərədir. Əssəlamu aleykə əyyuhən nəbi. İkinci səlam özüvə və salih insanlaradır. Üçüncü səlam kimdir? Alimlərin bəhsin izahıdır budur ki, üçüncü səlam xalqadır, cəmaatadır. Allah Ekber ki dedin, elə bir buradan çıxdın getdin. Namaz bitti, elə bir tazadan qeydin bura. İndi insan bu Hüseyniyyədən, bu Fatimiyyədən çıxa gedə. Bir yarım saatdan sonra gələ. Tazadan girəndə salam verər də. Deyirsən, namazı öcür qıl. Namazı ki Allah Ekber deysən, elə bir cəmaatdan ayrıldın. Daha Allah ondan danışsan. Ticarətin nə oldu? Kimlə sabah vədin var? Kimə söz deyəcəksən? Nə deyəcək? Onları namazda burax. Buna deyirlər huzuru qəlb. Qəlbin fəqət Allah qəlbində olsun. Bu namaz insanın ruhuna sakitlıq verər. Bu namaz insana qida verər. Bu namaz insana meyrac olar. Luqman deyir, o 400 peyğəmbərin bir sözü bu idi ki, namaz halındasan qəlbini qoru. İkinci sözü bu idi ki, süfrə başındasan boğazını qoru. Yəni, haram həlala diqqət edə. Hər nə yemə, hər yerdə otuma, hər süfrədən qidalanma. Haram həlal məsələsinə diqqət elə. Özüvə ət eləmə haram malı.
üçün insan bəzən deyə bəz zirəkdir. Bir bələm çalışsan uşağın üçündə, gələcək üçündə. Haram mal uşaqda da özünü görsədər. Hədislərdə var. Haram mal nəslidə də özünü görsədər. Uşaq görürsən, ayrı yol gedir ha. Bəzi amilləri belənçi bir şeylərdir. Bir haram mal nəslidə də özünü görsədər. Bəzi məsələlər var, ahirətdə cəzalanmaz insan, dünyada da cəzalanar. İnsan haqqı valideyn olsa, dünyada da cəzalanar. Ahirətə fəqət qalmaz. Bu bir dənə böyük bir mübahisədir. Ha, nələr Allah dünyada da reaksiya görsədər. Onlardan biri də budur. İnsan haram xörək, haram tikəyyə. Bilirsiniz, bəzən deyə insan namazdan ləzzət almaz, ibadətdən ləzzət almaz. O mənəviyyəti ki vardı, biraz azalar, qeysin biraz o xörəkləri ki yiyir ola baxsın. Pəs Loqman deyir ki, ikinci məsələ, süfrə başındasan, boğazı qoru. Üçüncü məsələ, vaxtı xalqınansan, cəmaatın içindəsən, onda da ağzını qoru. Cəmaatın içində də ağzından müvazib ol. Yalan danışmayasan, özlərinin sirrini aşmayasan, istehza eləməyəsən, başqasının qeybətini eləməyəsən, töhmət vurmayasan, insanların abırısını aparmayasan, ağzını qoru. Dördüncü ki buyurur, 400 peyğəmbərin sözüdür, vaxtı cəmaatın evindəsən, onda da gözünü qoru. İndi xanımlar bir cür gözlərini qorumalılar, ağalar da bir cür. Xanımlar bəzən görsən, deyirlər bir taza evə, baxırlar görsünlər, oradan taza nə alıblar, nə satıblar. Mətbəx nə cür dəyişilibdir. Ağalar da bir başqa cürdür. Gözünü qoru. Bunların 400 peyğəmbər bu 4 dananı deyir bir süyanəminə. Yəni istəsin, paçlığa çıxasan, nizarət elə özüvü. Bunlar 4'ü də nizarətdir. İstər qəlbin nizarətidir, istər ağzın nizarətidir, istər boğazın nizarətidir. Gözün kontrolsuz yaşama, nizarətsiz yaşama. Pəs, imanın bir məsələsi dil imanıdır, bir məsələsi yox. İman nizarət ilə bir yerdədir. İman kontrolla bir yerdədir. İman nəfsinlə, mübarizə ilə bir yerdədir. Bu cümləni dərz edeyim ha, İslam istəmir nəfs ölsün. Heç vaxt İslamda nəfsi öldürmək yoxdur. Kontrol var. İslamda ailə qurmağın savabı çoxdur. İslam heç vaxt insanı tərk-i dünyalığa dəvət eləmir. İnsanı deyin, nəfsün cilovlansın, haram addım atmasın, sərhədləri qorusun. Bu ikinci dərəcə imandır, qəlbidə iman. İnsan qəlbidə iman salihləşər, paçlaşar. Bu imanın Hucurat surəsində belənci izah edibdir. Deyir, iman, həqiqi iman dildə deyil. Həqiqi iman budur ki, Allaha doğrudan imanın ola. Peyğəmbərinə imanın ola. İnnəməl müminun əlləzinə amenu billah və rəsulih. Allaha iman yəni mənə. Bunu mən bir izah edeyim bilirsən. Allaha iman dindarlıqda ha. Bir fəlsəfədə Allaha iman var. Bir də dindarlıqda Allaha iman var. Bunların fərqi var. Mən deyirəm, aləmin Allahı var.
yaradan var, bu aləmin nəzmi verən var, bu aləmi öz başına dəyib, müdürü vardı, idarə eləyir. Bunlar fəlsəfi Allaha imandır. Yox, o Qur'an ki Allaha iman deyir, bundan biraz dərin deyir. Nə deyir? Deyir, Allah mənə özümdən də yaxındır. Məni yaradıb mənə özümdən də yaxındır. Allah məni özümdən də çox sevir. Məni özümdən də çox tanıyır. Ona görə mənə göstəriş versə, mənim xeyrimə verir, öz xeyrinə yox. Allahu səməd. Allah ehtiyatsızdır. Mənə deyil, namaz qıl özünə görə deyil. Mən ruhum təmizlənsin. Sən uşağıva bir təkliflər eləyirsən, tapşırıqlar verirsən, tövsiyə eləyirsən. Bəzən bizatlar əlindən alsan, bıçağı qoymusan əlində. Özün üçün, sən uşağın üçün. Allah bizə ata-anadan insana yaxındırdır, daha yaxındır. Ona görə deyir, nəhnu əqrabu iləykum min hablil vərid. Mən sizə şah damaruzdan yaxınam. Bu yaxın olmaq, yəni mən sizi yaxşı tanıyıram, mən sizin tələbatınızı yaxşı bilirəm, mən sizi yaratmışam da. Bilirəm nə ehtiyacım var, bilirəm qidon nədir, ona görə proqramı da vermişəm. Buna deyərlər Allaha iman, Rəsuluna iman. Peyğəmbər Allahdan planı alıb bizə veribdi. Ayət düz çatdırıb, bəli, buna deyərlər iman Peyğəmbərə. Vaxtı mən eşidirəm Allah bu sözü deyirəm baş üstə. Nə deyirəm baş üstə? Çünki Allah mənə özümdən yaxındır. Allah məni özümdən çox sevir. Bunun sadə misalını vurum, həkimə gedirsən, dərman verir sənə. Heç dərmanın, heç mahiyyətin bilmirsən nədir? O aptek, bu aptek axtarırsan, dərman tapasan. Hətta hazır sən neçə qət pul verəsən, o dərmanı tapasan. Heç bilmirsən nədir ha? Vəli niyə alırsan? Deyirsən, o bu sahədə məndən çox bilir. Mənim dərdimi, dərmanımı bu sahədə bilir. O dişi tanıyır, o qulağı tanıyır, o gözü tanıyır. Yaxşı, insanı tanıyan, insana nüsxə yazsa, aptekinə getməz. Quran Allahın aptekidir. Vaxtı mənə bir dərman veribdi, mən öcür yanaşmalıyam. Buna deyərlər, Āmenū billah. Allaha iman gətirdi. Allah'a bilmək ayrı şeydir, elm ayrı şeydir, iman ayrı şeydir. İman yəni qəlbində təslim oldun. Özünü tapşıra bildin Allaha. Buna deyirlər iman. Deyir mömin, həqiqi mömin budur. Allaha və Rəsuluna iman gətirə, bu izahla ki dedim. Sümmə ləm yərtabu. Özdə imanı öcür ola ki, sonra şəkki şübhəyə düşməyə, imanı tərpənməyə. İman məcəl tərpənər? Bəli. İman toqquşanda tərpənər. İnsanın dünyası imandan toqquşdu. Adi şəraitdə mümkündür tərpənməyibdir. Ömər Səd bilirsiniz nə cür allandı? İbn Ziyad Ömər Sədi çağırdı. Dedi, sənə bir tapşırığım var. Nədir? Dedi, İmam Hüseyni Kərbəlada öldürməlisən, gəlməlisən. Bu sözü eşidəndə bilirsiniz Ömər Səd əvvəldə nə dedi? Əstəğfirullah Rəbbi və tövbə. Tarixdə yazıblar. Əslan inanmırdı bu işi görə. İbn Ziyad dedi, əgər əstəğfirullah, onda qoy çıx get. Rey hökumətdə yoxdur. Dedi, onda bir gecə mənə möhlət ver, fikirləş. Toqquşdu da.
İman toqquşdu. Bir gecə fikirləşim. Bu vaxtlar ki insan istəyir günaha düşsün, bu vaxtlar ki Allahın əmrindən istəyir çıxsın, bu vaxtlar şeytanın daha güclənmə vaxtidir insana. Vəsvəsəsi başlanar. Həzrəti Nuh Peyğəmbərdən bir hədis var. Şeytan biləsinə deyibdir. İblis. İndi İblis bəhsi daha Qur'ani bəhsidir. İblis cinnidəndir, bir varlıqdır. Quran deyir, kânə minəl cin. İblis baxışında Həzrəti Nuh xidmət eləmişdi, yaxçı bir iş görmüşdü. Nə idi? Hamını qarqış eləmişdi, boğulmuşdu. İblisin baxışında axı başa düşmürdü ki, Həzrəti Nuh dedi də bunlar da iman gətirməzlər, bunlar da dinə gəlməzlər, bunlar da Allaha qeytməzlər. İblis deydi, yox, mümkündür birdən Allaha qeydərlər. Narahat idi. Sonra gəldi Həzrəti Nuhun yanına. Dedi, sən ki, mən arxeyin oldum ki, bunlar da dindən çıxdılar axıracan. Sənə 3 dənə nəsiyyət edirəm. 3 yerdə mən hamıdan yaxınam sənə. 3 yerdə hamıdan yaxınam. Biz birbirimizi görəndə, tanış olanda necə telefon şumarəsi veririk? İblis də Həzrəti Nuh'a telefon şumarəsi verir. Deyir, 3 yerdə mənə hamıdan yaxınam. Elə qapını döysən, gəlləm. Deyirəm, ha vaxt vəsvəs eləyərəm. Bir o vaxt ki, hissləndin, qəzəbləndin. Mən hamıdan yaxınam bilövə. Mən bilö təhrik eləyərəm, həyəcanlandırıram, söyüş verəsən, öldürəsən, dav eləyəsən, dalaşasan, sirr açasan. Mən hamıdan yaxınam. Bir o vaxt ki, qəzəbləndin. İkinci o vaxt ki, bir naməhrəm ilə xəlvətdədin. Onda mən hamıdan sənə yaxınam. Vəsvəs eləyərəm. Üçüncü o vaxt ki, sən 2 nəfər arasında qərar çıxardısan. Sən eləyiblər prokuror, münsif. İstəyirsən qazılıq eləyəsən, hakimlik eləyəsən. Biri yaxınındır, biri uzağındır. Biri qardaşındır, biri yad adamdır. Onda nə cür baxasan məsələyə? Ədalət ya tayfa təəssübü? Ədalət ya familçılıq? Təəssüb oyanar biləndə ya ədalət? Deyə bunlarda mən hamıdan sənə yaxınam. Ömər Sədin məsələsində də o gecə şeytan hamıdan yaxın idi. Axırda seçdi rey hökumətin və şeytan adamı çaşdırmağa çoxlu vasitəsi var ha. Siz bunu Quranda ayələrini oxuyasınız, nə cür insan günaha düşər? Biri budur. Yusuf'un qardaşları nə cür günaha düşdü? Peyğəmbər balası idilər. Nə cür qardaşlarını saldılar qoya? Nə cür yalan danışdılar atalarına? Quran deyib, bunlar dedilər ki, bu günah eləyək, sonra tövbə elərik. Hələ bu günahını eləyək, fürsət gələr tövbə elərik. Belə nizamı çaşdırırlar. İnsan bəzən müqayisə ilə günah eləyər. Kaş elə hamı da mənim tamam günah eləyər. Başqa günahları, adamların günahlarını müqayisə eləyər, özünə bəraət qazandırır. Şeytanın vəsvəsə yolları insanı çaşdırmağa çoxdur. Birini istolla, birini pulla, birini şöhrət ilə, birini tövbə ilə. Hətta bəzən pak insanları da ücbünən alladar. İnsan diqqət eləməlidir. Burada oturmuşuq, deməyək biz təmizik.
Özümüzü dartsaq ki biz böyük başqaları çiğdi, bundan şeytan yavaşcana çaşdırar. Adına derlər öcb, yəni xudpəsətlik. Özünü sevmək, özünü dartmaq. Hədis var, 2 nəfər girir belə məclisə, biri pak insan idi. Çıxanda günahkar çıxır. Biri tövbəkar, o birisi günahkar idi, çıxanda əksinə çıxır. Girir bura, deyir, Allah, bu möminlər, mən napakam da, bu möminlərə görə məni bağışla. Birəsində peşmançılıq yaranır, utanmaq yaranır. Çıxanda pay çıxır. Əyri girir, pay çıxır. Biri girir içəriyə, bəzisini tanıyırdı da, deyir, bunlar nə əyri adamdılar, nə burada yığışıblar. Özünü dartır, xudpəsətlik, xudxahlıq, özünü çox istəmək, çıxanda ayrı cür çıxır. İnsan diqqət eləməlidir. Özünü nizarət eləməlidir. Hər halda ikinci iman, dərəcə iman, budur ki, iman qəlbə girə. İman qəlbə girsə budur. Özünü nizarət eləyər, özünü kontrol eləyər. Hər kəsin də özünə uyğun imtihanı var, özünə uyğun meydanı var, özünə uyğun o atmosferi var ki, allada bilər şeytan, öz nəfsi. Mən bunu bir ayrı ifadə ilə də deyim. Hədislərdə vardı ki, iman üzvlərə bölünübdür. Əbu Əmr Zübeyri İmam Sadiqdən soruşur ki, hansı əməl üstündür? Köklü əməl nədir? Buyurur, Allaha iman. Deyir, Allaha iman köklü əməldir. Buradan başla işi. Allaha imandan başla işi. Niyə? Çünki Allaha iman kökdür. Sonra buyurur ki, iman azalıb çoxalar. İmamdan soruşur. Qultu innel iman la yatummu və yanqus və yazid. İman azalıb çoxalar. Hamıda birdir. Deyir, yox, iman azalar. İman bölünübdür üzvlərə. Gözün bir imanı var, qulağın bir imanı var, ağzın bir imanı var. Allah-u Teala imanı qəssəməhu əla cəvarihi ibn Adəm. Cəvarih yəni üzvlər. Ona görə hər iman hər üzvə mənsubdur. Adam mümkündür gözünün imanı gedə. Mümkündür qulağının imanı gedə. Ağzının imanı gedə. Bu harda gedər? Bohranlarda. İman çox nə ilə gedər? Bu da deyim, yine demişəm, bu cələs iman bəhsi biraz çəkəcəkdir. İman çox iki şeylə gedər. Bir insan laqeyd olan, nizarət özündən buraxa. Dedim də. Laqeyd olan. Vecinə gəlməyən namazı qəzaya getdi. Narahat olmaya oruç tutmadı. Laqeydlik gələ həyatına. Diqqətsizliği itirə. Bir imanı bücür adamın əlindən alarlar. Sən məğazın var, malını nə cür uğurlarlar? Laqeyd olsun. Bilsələr ki, səndə çox malıva diqqətin yoxdur, yavaş-yavaş götürərlər, apararlar da. İman dökürdü. Laqeydlik. İnsan Allahın hökmlərinə laqeyd ola. Bir alim deyirdi ki, qədim zaman yaxçı adamları ölçüsüdür. Bu idi ki, halal harama diqqət eləsinlər. Haqqun nasa riayət eləsinlər. Başqasının malına gözləri olmasın. Deyir, biraz zaman geçti. Ölçü bu oldu ki, olmasa namaz qılsınlar. Deyir, indi hələ ölçü azalıb. Qəza elə. Heç olmasa namazlarını qəza eləsinlər. Çünki insan yavaş-yavaş nə olur? Laqeyd olur axı. Bir budur. İkinci məsələ ki, insanın imanını əlindən çıxar, tamahkarlıqdır. Halal əlində var, haram dalınca cinə gedir.
Halal pulu var. Qazanır. Bir ayrı yoldan istəyicə bir bizat yığsın. Halal ailə qurubdur. Cinə bir ayrı yoldan istəyir getsin günaha. Tamahkarlıq. Laqeydilıq və tamahkarlıq. Hədislərimizdə bu iki dana mühim bir məsələdir. İnsanın imanın əlindən çıxardır. Kərbəlanında bu cür elədilər ha. Bilirsiniz, başları böləndə hər tayfa biraz götdü. Böldülər tayfalara. Niyə? Getsinlər İbn Ziyaddan pul alsınlar. Dünya yığmağı bəd. Kərbəlanın ən ağır yerlərindən biri Əli Əsğərin şəhadətidir. İmam Əli Əsğəri o vaxt aldı qucağına ki, hamı şəhid olmuşdu. Daha heç kim yox idi. Əshabı da şəhid olmuşdu. Əbəlfəzl Əbbas da şəhid olmuşdu. Qasim də, Əli Əkbər də, hamı şəhid olmuşdu. İmam gəldi xeymələrə. Xeymələrdə gördü uşaqlar susuz, əl-ətəş. İmam uşağı aldı rubabdan, anasından. Hətta bəzi məqtəllərdə yazıblar, İmam hər bir paltarını çıxartdı, Peyğəmbərin əmmaməsini taxdı. Gətirdi uşağı düşmənin qarşısına ki, buna su versinlər. Hər bir paltarını çıxartdı ki, mən müharibəyə hələ indi gəlmirəm. Dedi, siz mənlə müharibə edirsiniz. Bu uşağın günahı yoxdur ki. En ləm tərhəmuni fərhəmu hazəl səğir. Mənə rəhm eləmişsiniz. Bu uşağa niyə rəhm eləmişsiniz? Deyirlər, qoşunlarda, düşmənin qoşununda biraz söz-söhbət yarandı. Bəzilərin insafı, vicdanı, bəzilərin ürəyində o fitrət yavaş-yavaş istəyirdi oyansın. Gördülər gözündən qabağında uşaq belə olur axı. Bəzən bəzi zatlar böyük bir sənətdir. 60 nəfər məktəbdə bomba salasan öldürəsən uşaqları. Bu fərq edir. Hərbiçi şəhid eləməklə bunun fərqi var. Minab məktəbi bu idi da. Ya 60 nəfər də yox ha, çox idi. 168 nəfər idi. Dedi, əgər mənə rəhm eləmişsiniz, bu uşağa rəhm edin. Rəhm elədilər. Ömər Səhət gördü, qarışıqlıq düşürü. Mümkündür insaf oyana, mümkündür insanların içərisi vicdan oyana. Hərməliyə göz elədi ki, bu işi sonu çatdır. Qoyma bu iş tam belə olsun. Hərmə bilisizdə neynədir? Orasını demirəm. Amma nəticəni deyirəm. Əli Əsğəri qeytərəndə imam, iki əlli qeytərirdi. Bir əlində imamı bədəni saxlamışdı. Bir əldə də bir dəri ilə yapışmışdı, baş onu saxlamışdı. Amma biraz gəldi xeymələrə, imam utandı. Dedi, anasına bunu nə cür verim? 6 aylıq balanı mən aldım, anasına nə cür qeytərim bunu? Ona görə 2 dənə nəqli var. Məşhur nəqli budur ki, imam bunu yavaşcana gətirdi, xeymələr arxasında özü dəfn elədi. Neyzəsi ilə bir torpağı qazdı, özü qoydu ora. Anası görməsin, anasından utandı.